Salam uşaqlar. Bugün mən sizə maddə miqdarı Avogadro qanunu testlərinin test topsundan izahlarını verəcəm. İlk öncə izaha keçməmişdən əvvəl sizinlə bir məlumatı bölüşmək istəyirəm. Uşaqlar, mənim özümün 9-cu, 10-cu, 11-ci sinifə daxil olmaqla hər kəs bu qrupa qoşula bilər. Bu qrupumuz bizim sınaq qrupumuzdur. Burada mənim özümün hazırladığı testlər və yaxud da qəbullar, modellər, çətin samballı suallar ola bilər ki, bu sınaq qrupunda mən bu sınaqları yönləndirəcəm. Həftədə 3 dəfə daxil olmaqla, Allah qoysa, amin. Və burada əsas məsələ nədir? Bu həm sizin motivasiya xarakterlidir. Eyni zamanda siz hər dəfəsində aylıq sınaqları getməyə əvəzinə həm elə də gedə bilərsiniz istəsəniz, həm də ki, bu sınaq qrupuna qoşulmaq məqsədi ilə siz zamanı doğru yönətməyi, səhvlərinizi analiz eləməyi, hansı yerdə boşluqlarınız varsa o mövzuları yenidən təkrarlamağı və eyni zamanda həvəsləndirmə məqsədi ilə qaliblərin də adı həm bu sınaq qrupunda qeyd ediləcək. Və mən həmin bu sınaq qrupunda sınaqları sizə yönləndirəcəm. Müəyyən bir vaxt içərisində siz o sınaqları işləyəcəksiniz. Doğruları, yanlışları müəyyən etdikdən sonra, yəni yoxladıqdan sonra mən həmin o sınağın izahını video kayda alacağam və o qrupa yönləndirəcəm. Yəni YouTube-da paylaşmayacağam, yalnız o qrupa yönləndirəcəm. Belə ki, sınaq qruplarımıza qoşulmaq istəyən şagirdlər bu nömrə ilə əlaqə saxlaya bilərlər. 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi uşaqlar, gəlin birinci sualımızın izahına baxaq. Deyir ki, hansı maddənin 100 qramı normal şəraitdə daha çox həcm tutur? Uşaqlar, daha çox həcm tutması üçün həmin o maddənin emiri ən kiçik olması lazımdır. Niyə? Düşünün ki, mən sizə deyirəm ki, 10 kiloqram ümumilikdə meyvədir. Amma deyirəm ki, bu 10 kiloqram meyvə, indi məsələn deyirəm ki, alma var, armud var, gilas var. İndi bunların hərəsinin kütlələri fərqlidir. Biri məsələn 2 kiloqramdır. Məsələn düşünün ki, deyirəm 2 kiloqram alma var. 2 kiloqram alma məsələn deyək. Məsələn deyək 5 kiloqram armud. 1 kiloqram da 1 kiloqram demək ya da 1 kiloqram deyək. 1 kiloqram da deyək məsələn gilas var. Mən indi sizə deyirəm ki, hansı daha çox məsələn səbətdə istifadə olunur? 10 kiloqram məsələn alma olması üçün əgər ki bir səbətin içərisində 2 kiloqram alma varsa, 10 kiloqram alma olması üçün neçə səbət lazımdır bizə? 5 səbət lazımdır. 1 kiloqram səbətin içərisində 5 kiloqram armud varsa, 10 kiloqram armudun olması üçün sizə neçə səbət lazımdır? 2 səbət lazımdır. 1 kiloqram, deməli, bir səbətin içərisində 1 kiloqram gilas varsa, 10 kiloqram ümumi gilasın olması üçün sizə neçə səbət lazımdır? Deyirsiniz, 10 səbət lazımdır. İndi deyirəm, burada hansında səbətin sayı çox oldu. Deyirsiniz 10 olan, yəni gilas olan. Deməli sizdə, baxın, bu da eyni şey. Daha çox həcm tutur. O deməkdir ki, siz emerlərə fikir verirsiniz. Hansının ki, emeri daha kiçikdir? Baxın, 2, 5, 1. Hansının emeri daha kiçikdir? Ən kiçik olan hansı kütlə idi? 1. O daha çox həcm tutdu. Baxın, indi emerlərə fikir verin. Hansının ki, emeri daha kiçikdir? O daha çox həcm tutacaq. 17 olana fikir verin, amonyak. Deməli, o daha çox həcm tutacaq. Əgər yox desədir ki, hansı daha az həcm tutur? Onda emerin hansı ki, fikir verərsiniz maddələrə, hansı daha çox böyük emeri olacaqdırsa həmin o maddə, o daha çox həcm deyil də daha az həcm tutardı. Bir tərs mütənasibdir də. Daha çox həcm tutur deyəndə emeri az olanı götürəcəksiniz. Amma daha az həcm tutur deyəndə emeri çox olan variantı seçəcəksiniz. Bu birinci sualın cavabı. İndi gəlin uşaqlar baxaq ikinci suala. İndi gəlin uşaqlar biz baxaq ikinci suala. İkinci sualda deyir ki, müəyyən həcm metanın kütləsi 80 qramdır. Baxın uşaqlar, bir dənə məlumatı mən yenidən sizə bölüşüm. Bunu mən bir dəfə də kimyanın ilkin anlayışlarında, nəzər əsaslarda, əmsal anlayışını sizə verdikdə orada bunu qeyd eləmişdim. Amma o videoya baxmayanlar varsa, burada artıq bu videoda bu məlumatı bölüşməklə siz tam dəqiq hər şeyi anlamış olacaqsınız. Baxın uşaqlar, məsələn mən deyirəm ki, 3 mol su. Baxın, mən dedim buna mol. Bu 3 uşaqlar, su molekulu, bax bu su molekulun əvvəlində böyük rəqəmlə qeyd olunub, düzdürmü? 3 var. Əvvəlində 3 rəqəmi görürsünüz. Bu 3 deyirik ki, uşaqlar nədir? Çoxunuz hamınız deyirsiniz ki, əmsal. Bəli, mən də razıyam, bu əmsaldır. Amma bu 3 yalnız əmsal deyil. Bu həm moldur, həm molekul sayıdır. Həm də uşaqlar həcmdir. Yəni 3 həcm su, 3 mol su, 3 molekul sayı su və eyni zamanda bu 3 əmsaldır. İndi deyir ki, bizə müəyyən həcm metan. Həcm, əmsal onda belə çıxır ki, eyni anlayışdır. Molla əmsal onda belə çıxır ki, eyni anlayışdır. Molekul sayının əmsal onda belə çıxır ki, eyni anlayışdır. İndi baxın, bizə deyir ki,
Müəyyən həcm metanın kütləsi 80 qramdır. Bilmirəm nə qədərdir həcmi. Amma deyir neçə qramdır? 80 qram metandır. Aha. İndi mənə deyir ki, həmin həcm azotun kütləsi neçə qram olacaq? Mən şərtdə görürəm ki, mənə verib MrCH4 16 qramdır. Mən sizə demişəm, istənilən maddənin emeri neçə qram olur olsun. Məsələn, CH4 üçün 16-dır. L2 üçün də verib 28 qramdır. O 1 mola uyğundur. Yəni 1 mol metanın kütləsi 16 qramdır. Və yaxud da burada azot verib emerin qiyməti 28-dir. Yəni 1 mol azotun kütləsi 28 qramdır. İndi biz metandan danışdığımız üçün yazırıq, qramın altına qram yazırıq. 16 qram yazırıq metan. İndi uşaqlar, mən yenə deyirəm, istənilən maddənin emeri onun neçə moluna uyğundur? 1 moluna uyğundur. 16 qram metan neçə mola uyğundur? 1 mola. Bəs yaxşı, 80 qram metan neçə mol olmuş olacaq? Bəli, 80-i bölürsünüz 16-ya 5 mol. Deməli, sizdə 5 mol metan var imiş. İndi deyir ki, həmin həcm, yəni bu 5 mol sayda azotun kütləsi neçə qramdır? Emer azot verib 28. Yenə deyirəm, emer verilən qiymət 1 mol uyğundur. Deməli, 1 mol azotun kütləsi 28 qramdır. Bəs yaxşı, 5 mol azotun kütləsi neçə qram olacaq? Yazıram x qram. Buradan da x hesablayıram ki, 5 vurulsun 28. O da eləyir 120 qram. Deməli, doğru variantımız olur A variantı. Gəlin indi uşaqlar, baxağın 3-cü suala. Eyni şəraitdə 6 litr propanda. Uşaqlar, bəziləriniz deyər ki, ay müəllim, propan nədir ki? Propan heç bilmirik, formulunu bilmirik. Biz bu məsələni necə yazacaq? Heç bilməyin. Bilənlər varsa nə əla, bilməyənlər də varsa, indi propan yazın. Elə bir ki, propan molekulunun formulunu bilmirsiniz. Bilmirsiniz də. Bu 6 litr. Litr nədir? Həcmdir. Mən sizə dedim axı, əmsal, həcm, molekul sayı, mol, bunlar eynidir də. Və o, həmin o molekulun maddənin əvvəlində yazılır. Propanın əvvəlinə nə yazılır? Yazır 6. 6 litr. Deyir, 6 litr propanda olan molekulların sayı. Uşaqlar, həcm, molekul sayı eyni şey deyil. Eyni şeydir. Bayaqlar sizə dedim. Deməli, 6 litr propanda molekul sayı soruşsa, əmsalını soruşsa, həcmin soruşsa, molun soruşsa eyni şeydir. Yəni, o 6-dır. Deyir, molekul sayı, yəni 6-nı 3 litr asetilində olan, yazırsınız 3 litr asetilin. Asetilində olan molekulların sayı neçə dəfə çoxdur? 6-nı bölürsünüz 3-ə. Olur 2. İndi 4-cü sualda deyir, eyni şəraitdə 5 litr etilində olan molekulların sayı 2,5 litr asetilində olan molekulların sayı neçə dəfə çoxdur? 5-ə böləcəksiniz 2,5-ə olacaq 2. Gəlin 5-ci sualı baxaq. Deyir, eyni şəraitdə bərabər sayda N2 və O2 molekulları götürülüb. Yəni, 1 mol N2, 1 mol da oksigen molekulu götürülüb. İstəyən baxa deyər 1, istəyən deyər 2 mol. Amma hansı rəqəmi götürməyinizdən asılı olmayaraq, baxın, bərabər sayda götürməlisiniz. Yəni, 2 mol azot, 3 mol oksigen götürə bilməzsiniz. Yəni, mən 1 mol götürdüm. İstəyən, məsələn, 2 mol azot, 2 mol oksigen deyə bilər. Və yaxud da 4 mol azot, 4 mol oksigen deyə bilər. Mən də indi 1 mol azot, 1 mol oksigen dedim. Bərabər say dediyinə görə. Deyir, bərabər sayda N2 və O2 molekulları götürülüb. Qazların kütlələri arasında hansı münasibət doğrudur? Qazların kütləsini hesablamaqdan ötəri hər bir maddənin molunu vururuq biz onun emerinə. Baxın, 1 molu vuracaqsınız. N2-nin emeri neçə verib uşaqlar? 28. Vurursunuz 28-ə. Deməli, 1 mol N2-nin kütləsi olur 28 qram. İndi 1 mol oksigenin kütləsi. Biri vuracaqsınız, oksigenin emeri neçədir? 32-yə. Biri də 32-yə vuranda deyir 32 qram. Və yaxud da 1 mol N2, 1 mol oksigen olmasın. Gəlin, sizin istəyinizdən asılı olsun 2 mol. 2 mol N2, 2 mol oksigen deyə. Fərqi yoxdur. 2 mol N2-nin kütləsini hesablamaqdan ötürü 2-ni vuracaqsınız. N2-nin emeri neçədir? 28. Deməli, 2 mol N2-nin kütləsi 56 qramdır. 2 mol oksigenin kütləsi isə 2 vurulsun 32, bu da eləyir 64 qram. Deməli, istənilən halda oksigenin kütləsi azotun kütləsindən çox olmuş olacaq. Baxın, 1 mol azot, 1 mol oksigende yoxlasaq, müqayisə eləsək, 32 qram 28 qramdan böyükdür 1 mol olan halda. 2 mol olanda da 64 qram da 56 qramdan böyükdür. Yəni, molundan asılı olmayaraq hər zaman istəyirsiniz 1 mol götürün, istəyirsiniz 2 mol, istəyirsiniz 3 mol, amma eyni, bərabər götürməlisiniz də hər ikisində. Hər zaman oksigenin kütləsi azotun kütləsindən hesablarında görəcəksiniz ki, böyükdür. Deməli, doğru variantımız olur 5-də C variantı. Gəlin uşaqlar baxağın artıq 6-cı sualımıza. Deyir, eyni şəraitdə
bərabər kütləli N2 və OH qazı verir. N2 qazı və oksigen. N2-nin emerini verib 28, oksigen içində verib 32. Bizə deyir bərabər kütləli. Uşaqlar 28 və 32. Bərabər kütlə məsələn neçəyə gətirək? Məsələn gətirək 64-ə. Düzdürmü? Hər ikisini gətirək 64. 28 ilə 32 ortaq bir şey tapaq. Məsələn gətirək 64-ə. Bərabər kütlə deyir. Baxın, bərabər kütlə dediyinə görə hər ikisini mən gətirirəm 64-ə. Düşünün, bax mən sizə yenə deyirəm. İstənilən maddənin emeri onun 1 moluna uyğundur. Emer N2 28 verib ha. O 28 qram azot 1 mol üçündür. 1 mol. Bəs yaxşı, 64 qram N2-nin olması üçün neçə mol lazımdır? Yazıram x mol. Buradan x-i tapıram ki, 64-ü böləcəksiniz 28-ə. Neçə edəcək? 64 yox. 64-ü 28-ə bölmək, 64-ü 28-ə bölmək necə olacaq? ...64-ü 28-ə bölsək 2/2 təqrib edəcək. Təqribi. 2/2. Bir də var ki 64-ü böləcəksiniz. Baxın, emir 32 verib də. Deməli 1 mol maddənin oksigen üçün emiri 32-dir. Bəs yaxşı 64 qram oksigen neçə mol maddə üçün uyğundur? 2 mol maddə üçün. Çünki 64-ü bölürsünüz 32-yə. Bu olur 2. İndi 64-ü 28-ə bölə təqribi olacaq 2/2 təqribi. İndi bizdə deyir qazların həcmləri. Düşünün ki, biri var 2 stəkan, belə lor dildə deyim. Biri var ki 2 stəkan, əlavə olaraq da 1 stəkanın yarısı qədər. Yarısından və yaxud da biraz az. İndi hansının həcmi daha çox olacaq? Təbii ki də bu 2/2, bu da 2. Hansının həcmi daha çox olur? Azotun həcmi oksigen həcmindən çox olur. Altda olur D variantı. Gəlin uşaqlar baxağın 7-ci suala. Deyir 5 mol H2S-də neçə molekul var? Uşaqlar, molekuldur. Baxın, yenə deyirəm. Əmsaldır, moldur. Bunlar eynidir. İndi baxın, bizə deyir neçə molekul var? Molekul, mol eyni şeydir. Deyirəm 1 mol molekulda 6/2 vurulsun 10^23'dür. Yəni 1 molda 6/2 vurulsun 10^23 molekul var. Molekul. Bəs yaxşı, 5 mol üçün nə qədər olacaq? Yazıram x. Və x-i hesablayıram. 5-i vuracaqsınız. 6/2 vurulsun 10^23. Əgər ki bunu vurmaqda çətinlik çəkən uşaqlar varsa, bunu necə edəcəksiniz? 5-i vurursunuz bir dəfə 6-ya. Neçə edir? 30. Bir də 5-i vuracaqsınız 0,2-yə. 0,2 2 deməkdir də, yəni. 5-i 2-yə vuranda neçə edir? 10. Yazdınız uşaqlar. Baxın, 6/2-də vergüldən sonra neçə ədəd görürsünüz? Baxın, bu vergüldən sonra 2 ədəd görürsünüz. Siz indi vergülü hara qoymalısınız? Arxadan gəlirsiniz irəliyə. Vergülü irəliyə qoymalısınız ki, onunla da vergüldən sonra 2 olsun. 2 dənə ədəd olsun. Baxın, 1, 2. Vergülü gəldim bura qoydum ki, vergüldən sonra 2 ədəd olsun. Eyni bundakı kimi. Vurulsun 10^23 yazırsınız. Yox, əgər ki gördünüz belə bir variant yoxdur. Yəni baxın 3/1 vurulsun. Bu 0 bəzən yazılmır. Vurulsun 10^23 variantı yoxdur. 3/1 yoxdur daha doğrusu. Belə. 30/1 vurulsun 10^23 variantı gördünüz ki yoxdur. İndi hal-hazırda görürük ki yoxdur. Görürük ki 23 olan yoxdur, 24 yazılıb, düzdürmü? Onda bu necə olacaq? 10^24. Baxın, üstü artıb. Üstü artıbsa vergül bir addım irəli, deməli sola doğru gedəcək. Yəni baxın bura gələcək. Olacaq 3/1 vurulsun 10^24. Yəni cavab olacaq deməli A variantı. 7-ci sualda olur A variantı. Gəlin uşaqlar baxağın 8-ci suala. Deyir 224 litr karbon qazında neçə molekul var bilmirəm. Yazıram x molekul var. Baxın, litrin altına litr yazırsınız. Onda buraya yazacağım ki 22/4 litrdə isə uşaqlar 6/2 vurulsun 10^23 molekul var. Buradan 224 ilə 22/4 litr. 22/4 qısa geçsə burada 1 olur. Burada isə 10 olur. X də bərabərdir. 10'u vuracaqsınız. 6/2 vurulsun 10^23'ə. Buradan da x bərabərdir. 6/2 vurulsun 10 üstündə 23. Baxın, bunun üstündə heç bir şey yoxdur, 1'dir. Biz də bilirik ki, əgər əsaslar eynidirsə, vurmadısa qüvvətlər toplanır. 10 üstündə yazacaqsınız 23 ilə 1'in cəmi 24. 6/2 vurulsun 10^24. Doğru variant olacaq. 7-ci sual yox, 8-ci sual idi bir dəqiqə. 6/2 vurulsun 10^24 olan D variantı.
Gəlin uşaqlar, indi baxaq 9-cu suala. 15,8 qram natrium ki eski OH-də olan S atomların sayını göstərin. 15,8 qramda S atomu sayı nə qədərdir bilmir. Amma ki uşaqlar, natrium ki eski OH görürsünüz. Bax, bunun emerin verib 158 qram. Qramın altından qram yazırıq. 158 qramda baxın, natrium ki eski OH-də nə qədər kükürdü atom görürsünüz? 2 dənə kükürdü atom görürsünüz. Yazırsınız ki 2 vurulsun. Baxın, atom sözünə görə 2 vurulsun, kükürdü atomun sayı çünki 2 qeyd olunub, aşağıda indeksdə verilib. Baxın, bu 2 verilib. 2 vurulsun, 6,2 vurulsun, 10 üstündə 23 yazacaqsınız. 15,8 ilə 158 yığsızlar gedir. 15,8'e burada 1 olur, burada 10 olur. X'de tapacaqsınız ki 2 vurulsun, 6,2 vurulsun, 10 üstündə 23 bölünsün 10. Dedik ki, əsaslar əgər eynidirsə, vurmadsa qüvvətlər toplanır, bölmədirsə qüvvətlər çıxılır. 10 üstü 23 ilə 10 gedəcək, qalacaq burada 10 üstündə 22 şəklində. Və 2-ni 6,2'ye vuranda, 2-ni bir dəfə vurursunuz 6'ya olur 12, 2-ni 0,2'ye vuranda da olur 0,4. Və görürsünüz ki, vergüldən sonra 2 ədəd var. Siz də vergül onu bura qoymalısınız ki, ondan da vergüldən sonra 2 ədəd olsun. Və yazırsınız, vurulsun 10 üstündə 22. Yox, əgər gördünüz ki, belə bir variant yoxdur, 10 üstü 23 olan bir variant verib, onda 10 üstü 23 yazırsınız. 22'dən gəldi 23'e, qüvvət bir vahid artdı. Qüvvət bir vahid artını yadda saxlayın. Vergül sola tərəf bir vahid irəliləyir. Yəni, bu vergül burada yox, 1'in yanında olur. Olur 1,204 vurulsun 10 üstündə 23. Yəni, olur B variantı. Gəlin uşaqlar, indi baxaq 10-cu suala. 10-cu sualda deyir ki, 0,1 mol. Baxın, 0,1 mol. Deyir, X brom üçün kütləsi 2,67 qramdır. Yazıram, 2,67 qramdır. Deyirəm, yaxşı bəs. 1 mola, molun altına mol yazırsınız və 1 molunu hesablayırsınız. 1 molun bəs kütləsi nə qədər olur? Yazıram, X qram. Buradan X hesablayırsınız ki, 267 qram. Deməli, X brom üçün qramı neçə oldu? 267 qram. Və bizdən deyir ki, X-in nisbi atom kütləsini hesablayın. Uşaqlar, baxın, yadda saxlayın. Deyirik ki, maddənin kütləsi mR və molar deməli kütlə. Kütlənin vahidi qramlandır. mR'in vahidi yoxdur. Molar kütlənin isə vahidi qram bölünsün moldur. Baxın, hətta bunu qırmızı ilə işarə edeyim. Deməli, kütlənin vahidi qramdır. mR'in vahidi yoxdur. Molar kütlənin isə vahidi qram bölünsün moldur. Bunlar bu vahidlərinə görə fərqlənir. Amma mənə desək ki, X brom üçün kütləsi 267 qramdır. Bu o deməkdir ki, yəni X brom üçün mR'i 267-dir. Və yaxud da mənə desəydi ki, X brom üçün molar kütləsi 267 qramdır. Bu o deməkdir ki, X brom üçün mR'i 267 qramdır. Sadəcə bunlar qiymətlərinin eyni olmasına baxmayaraq vahidlərinə görə fərqlənirlər. Kütlənin vahidi qram olur, mR'in ümumiyyətlə vahidi yoxdur. Molar kütlənin də vahidi qram bölünsün moldur. İndi baxın, mən bildim ki, mənə deyir ki, X brom üçün kütləsi 267 qram olduğunu hesabladım. Kütlə ilə də mR rəqəm olaraq, ədəd olaraq eyni ədəddir. Sadəcə yenə deyirəm, vahidləri fərqlidir. Kütlədə qram olur, mR'də yoxdur. Yəni, mən kütlənin mR kimi qəbul edə bilərəm. Və deyirəm ki, X brom üçün mR 267 qram nə deməkdir? Yəni, X-in üzərinə gəlmirsən 3 brom atomu, 1 brom atomunun A yeri 80-dirsə, 3 brom atomunun kütləsi olacaq 80 vurulsun 3, bərabərdir 267-yə. Belə ki, X-i tapacaqsınız ki, 267-dən 240 çıxanda olacaq 27. Deməli, X olur 27 olan variant, yəni B variantı. Gəlin baxağın uşaqlar 11-ci suala. 11-ci sualda deyir ki, müəyyən həcm bilmirəm, həcmdir, yenə deyirəm, moldur, əmsaldır, molekul saydır, bunlar eyni anlaşdı. Müəyyən həcm propanın kütləsi 8,8 qramdır. Propan. C3H8-in ifadə olunur propan. Deməli, 8,8 qramdır. Deyir, həmin həcm karbon monoksidin kütləsi neçə qramdır? İlk öncə mən deyirəm ki, baxın, mənə verib də MR C3H8 verib 44 qram. Mən də deyirəm ki, ümumiyyətlə MR-dəki verilən ifadələr 1 mola uyğundur. Deməli, 1 mol propanın kütləsi 44 qramdır. Bəs yaxşı, 8,8 qram propan neçə moldan yaranıb? O X-i tapmağa çalışıram. X bərabərdir. 8,8-i bölürəm 44-ə. O deyir 0,2 mol. İndi bizə deyir ki, həmin həcm, yəni 0,2 mol karbon monoksidin kütləsi nə qədərdir?
Deyirəm 0,2 molda karbon monoksidin kütləsinin neçə qram olduğunu bilmirəm. Yazıram x qram. Amma 1 molun kütləsi, baxın, emeri verib 28 qramdır. Buradan da x-i tapıram ki, karbon monoksid üçün 28-i vurursa 0,2-yə, o da olur 5,6 qram. Yəni olur B variantı. Gəlin uşaqlar, indi baxalım 12-ci sualı. Deyir 18 qram X2O maddəsində olan bütün atomların sayı 6,2 vurulsun 10^23-ə bərabər. Demək, 18 qramda atom sayı nəyə bərabərdir deyir uşaqlar. 18 qramda deyir ki, 6,2 vurulsun 10^23-dür. Baxın, belə də yazdım. Deyirəm ki, qramın altından qram yazıram. Atom sayında altından atom sayı yazıram. Qramın altından deyirik ki, həmin bu maddəmiz ki var, X2O maddəsi. Baxın, onun emerini yazıram. Yazacağım ki, 2 vurulsun X, üzərinə gəlsin 16 qram. İndi burada deyir ki, atom sayı. Baxın, bütün atomların sayı. X2O maddəsində neçə atom var? 2X atomu, bir də oksigen atomu. Ümumilikdə 3 atom olur. Baxın, verib ki, 18 qramda bütün atomların sayı 6,2 vurulsun 10^23-dür. İndi X2O maddəsində dedik ki, 2X atomu, bir oksigen atomu, yəni 3 atom var. Onu belə yazacaqsınız. 3 vurulsun 6,2 vurulsun 10^23. Burada tənasüb nəticəsində 6,2 vur 10^23-lər ixtisar gedir və tənasübünü həll edirsiniz. 2x-də gəlsin 16 bərabərdir. 18-i çeviranda edir 54. 2x bərabərdir 38-ə. X-in də qiymətini 19 tapırsınız. Və bizdən x elementinin nisbi atom kütləsini soruşurdu. Doğru olan variant 19, yəni Y variantıdır. Gəlin 13-cü suala baxaq. 1,505 vurulsun 10^23 sayda dəm qazı molekulu neçə qramdır? Deməli, 1,505 vurulsun 10^23 sayda dəm qazı molekulunun nə qədər qram olduğunu bilmirik. Yazırıq x qram. Yenə deyirəm, molekul sayının altından yazacağım mən 6,2 vurulsun 10^23. 6,2 vurulsun 10^23 isə dəm qazı CO ilə işarə olunur. Onun emeri, qramın altına nə yazırıq? Emer yazırıq. Karbon 12-də, oksigen 16-dır. Yəni, ümumidə yazacaqsınız 28 qram. Və buradan x tapacaqsınız ki, 1,505 vurulsun 10^23 vurulsun 28 bölünsün 6,2 vurulsun 10^23 şəklində yazırsınız. 10^23-lər ixtisar gedir. Burada da ixtisarlar aparırsınız. Burada olur 0,25. Onu da 28-ə vuranda edir 7. Doğru cavabımız olacaq D variantı. Gəlin baxağın 14-cü suala. 9,3 vurulsun. Deməli, 10^23 sayda oksigen molekulu neçə qramdır? Yazıram ki, 9,3 vurulsun 10^23 sayda oksigen molekulu neçə qram olduğunu bilmirəm. Yazıram x qram. Amma onu bilirəm ki, 6,2 vurulsun 10^23 olduqda oksigen olacaq 32 qram. Və burada 10^23-lər ixtisar gedir. X bərabərdir. 9,3-ü vuracaqsınız 32-yə. Böləcəksiniz 6,2-yə. 9,3-ü 6,2-yə böldükdə edir 1,5. Onu da 32-yə vurduqda edir 48 qram. Deməli, doğru variantımız olacaq Y variantı. 15-ci sualda isə deyir ki, 1,5 mol hidrogen xloriddə cəmi neçə atom var? 1,5 molda neçə atom var bilmirəm. Yazıram x atom sayı. Atom sayı. Amma 1 molda H xlorda hidrogenlə və xlor atomda. Hidrogendən 1, xlordan da 1. Ümumidə 2 atom var. Onu yazacaqsınız ki, 2 vurulsun 6,2 vurulsun 10^23 şəklində. Və buradan da x-i bərabər edəcəksiniz. 1,5 vurulsun 2 vurulsun 6,2 vurulsun 10^23. 1,5 2-yə vuranda edir 3. 3 vurulsun 6,2 vur 10^23 necə olacaq? 3-ü vurursunuz 6 edir 18. 3-ü vurursunuz 0,2-yə olur 0,6. Vurulsun 10^23 və vergülü baxın buraya yazırsınız. Bunu belə olan variant ilə var. C variantıdır. 15-də olur C. Gəlin baxağın 16-cı suala. 16-cı sualda deyir ki, 4,48 litr metan neçə qramdır? 4,48 litr metan neçə qram olduğunu bilmirəm. Yazıram x qram. Amma 22,4 litr metanın isə CH4-ün emeri neçədir? 16 qram. Yazacağım ki, 16 qramdır. Və buradan x-i hesablayacağım ki, 4,48 vurulsun 16 bölünsün 22,4 litr. 4,48-i 16-ya vurub 23,4-ə böldükdə edir 3,2 qram. Deməli, doğru variantımız olur 16-da D variantı. 17-ci suala baxsaq, deyir ki, 112 litr karbon qazı neçə qramdır? 112 litr karbon qazının deməli, neçə qram olduğunu bilmirəm. Yazıram x qramdır. Amma 22,4 litr olduqda karbon qazının emeri neçə verir? 44 qram yazacaqsınız. Və 112-ni 22,4-ə böləndə eləyir 5. Burada ixtisarlar aparanda olur 5. 44-ü də 5-ə vuranda eləyir 220.
Deməli, doğru cavabımız olacaq C variantı. 18-ci sualda deyir ki, 1 tam 505 vurulsun. Deməli, 10 üstündə 25 sayda xlor molekul neçə moldur? Yazıram, x moldur. Amma 6 tam %2 vurulsun 10 üstündə 23 olduqda o olur 1 mol. Buradan da x tapacaqsınız ki, 1 tam 505'i deməli 10 üstündə 25'i 6 tam %2'ye böləndə, 6 tam %2'ye böləndə burada eləyir 0 tam %25. 10 üstü 25 ilə 10 üstü 23 olacaq onun kvadratı, yəni 100. 100'ü də 0 tam %25'e vuranda olacaq 25. Yəni olur 18'də A variantı. 19-cu sual uşaqlar fikir versək. 19'da deyil 5,6 qram kalium OH neçə moldur? 5,6 qram kalium OH neçə mol olduğunu bilmirəm. Yazıram ki, x moldur. Amma kalium OH-ın verib ki, emeri 56 qramdır. 56 qram olduqda kalium OH o olur 1 mol. Deməli, buradan da x tapıram ki, 5,6 vurursun 56 qram, yəni 0,1 mol olmuş olacaq. Doğru cavabımız olacaq, deməli, B variantı. Sonra gəlirəm 20-ci sualda. 20-ci sualda bizə karbon qazı CO və CO2-nin maddə miqdarı, yəni molları verib, indi həcmlərdir. Mən də dedim ki, molla həcm eyni şeydir. Əgər ki, molların hamısı A, yəni eynidirsə, o zaman həcmləri də eyni olacaq. V1 bərabərdir V2 ya da bərabərdir V3-ə. Sonra uşaqlar 21-ci suala baxaq. 5,4 qram suda neçə molekul var? 5,4 qram suda neçə molekul var bilmirəm. Yazıram, x molekuldur. Amma suyun emeri 18 qram. 18 qramda isə neçə molekul var uşaqlar? 6,2 vurulsun 10 üstündə 23. Və bu da ixtisarlar gedir. Burada olur 0,3 və x də bərabərdir 0,3'ü vuracaqsınız 6,2'ye. Bu da eləcək 1,806 vurulsun 10 üstündə 23. Yəni olacaq Y variantı. Gəlin uşaqlar baxaq 22-ci suala. 22-ci sualda deyir ki, 13,8 qram kalium CO2 olan kalium atomları sayını müəyyən edin. 13,8 qramda kalium atomları sayını bilmirəm. Yazıram, x-dir. Amma kalium CO2'nin emerini verib 138 qram. 138 qramda isə kalium atomlarının uşaqlar sayıları nə qədər görürsünüz? 2. 2'ni vuracaqsınız. 6,2 vurulsun 10 üstü 23'ə. Və burada ixtisarları aparırsınız. X bərabərdir 2 vurulsun 6,2 vurulsun 10 üstündə 23 bölünsün 10 olmuş olacaq. Burada ixtisarlar getdi, oldu 10 üstündə 22 şəklində. Bu da 2'ni 6,2'ye vuranda olacaq 12,4 vurulsun 10 üstündə 22 və yaxud da 1,204 vurulsun 10 üstündə 23. Yəni bu iki variantın ikisi doğrudur. 10 üstü 22 olan variant varsa bu cür olacaq. 10 üstü 23 variant varsa bu yazdığım olacaq. Və bizə də 10 üstü 23 olan variant doğru cavabı olacaq C variantı. Gəlin uşaqlar, indi baxaq 23-cü suala. Normal şəraitdə eyni sayda molekulları olan X2, Y4 və X3, Y8 qazları üçün nə fərqlidir? Normal şəraitdə eyni sayda molekullar olan. Eyni sayda molekul deməkdir ki, eyni sayda mol olan. Məsələn, buna 1 mol deyək, buna da 1 mol deyək. Deyək, bunlar üçün nə fərqlidir? Deyək, mol say. Mol saylar hər ikisində 1-dir, fərqli deyil, yanlışdır. Atom sayı, bəli, X2, Y4-də 2x atom və 4y atom, ümumilikdə 6 atom var. X3, Y8-də isə 3x atom və 8 atom, ümumilikdə 11 atom var. Deməli, atom sayı fərqlidir. Atom sayı fərqlidirsə, təbii ki, kütləsi də fərqlidir. Məsələn, deyək ki, 1x atomunun kütləsi misal olaraq deyək 4-dür. 1y atomunun kütləsi misal olaraq deyək ki, 5-dir. Bu o zaman birinci üçün danışıram. 2x də gəlsin 4y-dir. Misal olaraq, yəni kütlə olaraq fərqli olacaq da. 2 vurulsun 4, 8. 8-in üzərinə gələcəsi 4 vurulsun 5, 20. Bu olacaq 28. Bu isə 3 vurulsun x də gəlsin 8 y-dir. Yəni 3 vurulsun 4, 12 üzərinə gəlsin 5 vurulsun 8, 40-dır. Yəni əgər atom sayı fərqlidirsə, onun kütləsi də fərqli olmuş olacaq. Və 2 ilə 3 olan doğru variant olacaq Y variantı. Sonra uşaqlar gəlin baxaq 24-cü suala. 24-cü sualda uşaqlar deyir ki, normal şəraitdə eyni sayda molekulları olan X2, Y6 və X4, Y8 qazları üçün deyir nə fərqlidir? Baxın, eyni sayda molekulları olan, yəni yazıram 1 mol, 1 mol. Nə fərqlidir? Kütlə fərqli olacaq əlbəttə. Həcm, mol, əmsal, molekul sayı bunlar eyni şeydir. Ona görə fərqli olmayacaq. Mol sayı da fərqli olmayacaq. Nə fərqlidir? Yalnız bir olan C variantı. Sonra uşaqlar gəlin baxaq 25-ci suala. Deyir, mol sayları bərabər olan karbon və kükürddən ibarət bir qarışıq. Mol sayları bərabər olan karbon və kükürd. Mol. Məsələn, deyək A mol, buna da bir A mol deyək. İbarət bir qarışığın kütləsi deyir ki, bu ümumi qarışığın kütləsi deyir 8,8 qramdır. Bu qarışıqda karbonun kütləsini hesablayın. Uşaqlar, bir karbonun kütləsi 12-dir. Bəs A mol saydı karbonun kütləsini neçə olacaq? Bəli, 12 vurulsun A. Üzərinə gəlinsin. 1 mol kükürdün sayı 32-dirsə, A mol saydı olacaq 32 vurulsun A.
bərabər edəcəksiniz 8,8-ə. 44A bərabərdir 8,8-ə. Buradan A-nın qiymətini tapırsınız ki, 0,2 moldur. A 0,2 moldursa, deyir bu qarşıda karbonun kütləsi 0,2 mol karbonun kütləsi deyəndə 1 mol karbonun kütləsi uşaqlar 12 qramdırsa, 0,2 mol karbonun kütləsi də 0,2 vurulsun 12, yəni 2,4 qram olmuş olacaq. Doğru cavabımız olur D variantı. Hələlik uşaqlar bu qədər. Növbəti sualların izahını verəcəm inşallah. Nə bilmədiyiniz, nə qaranlıq qalan, nə aydın ki olmayan sualları var. Hamısını mənə verə bilərsiniz. Sağ olun.